İlk öncə təbrik edirəm, Avrokuboklara doğrular arzulayıram. Artıq mövsüm başa çatdı. Rahat biz artıq bu barədə fikirlər ala bilərikmi? Gedənlər, qalanlar, ümumi olaraq da danışa bilərik. Dəyişiklik çox olacaqmı? Дивіться, я вас вітаю також з закінченням цього чемпіонату. Mən də sizi bu çempionatın başa çatması münasibəti ilə təbrik edirəm. Ми те, що хотіли, ми зробили. Ми зайняли те місце, яке нам дає право грати в лізі конференцій. Biz nə istəyirdiksə ona nail olduq. Hal-hazırda olduğumuz mövqe bizə konferans liqasında oynamaq hüququ verir. Є багато футболістів, у яких закінчуються контракти, з якими ми будемо розмовляти, тому що я вам казав, що розмова буде тільки після останньої гри. Bəli, bir çox oyuncular var ki, onların müqavilələri bitibdir və bitmək üzrədir. Yadınızdadırsa, mən sizə bir dəfə dedim ki, bu barədə olan söhbətlər və yəni oyuncularla olan söhbətlər ancaq mövsümün bitəndən sonra olacaq. Я також вам можу сказати 100%, що все рівно потрібне підсилення. Və mən sizə 100% onu deyə bilərəm ki, həqiqətən də gücləndirməyə ehtiyacı vardır. У нас є трошки часу, я думаю, що ми зараз цим і раніше займалися, і займаємося вже конкретно. Bəli, bizim biraz vaxtımız var. Biz bundan əvvəl də məşğul olurduq. İndi daha konkret olaraq bu işlə məşğul olacağıq. У нас є власники клубу, як то, чи співвласники, я не знаю. З ними будемо розмовляти. Вони будуть задавати мені питання, я їм буду відповідати. Deməli, necə deyim, klubun sahibi var, yaxud da həm sahibləri var, yəni qarşılıqlı sahibləri var. Onlar mənə suallar verəcəklər, mən də onların suallarına cavab verəcəm. Але я думаю, якщо ми хочемо дуже добре виступити як в Європі, також і в наступному чемпіонаті, підсилення обов'язково повинно бути. Amma əlbəttə ki, mən əminəm ki, əgər biz həm Avropa çempionatında, yəni konferans liqasında eyni zamanda gələcək bizim öz liqamızda çıxış etməkdən ötürü, yaxşı nəticələr əldə etməkdən ötürü mütləq bir komandanın gücləndirilməsinə ehtiyac vardır. Зараз про це некоректно буде ця розмова, тому я думаю, з завтрашнього дня ми почнемо розмовляти і вирішувати ті проблеми, які є, і розмовляти з тими футболістами, які залишаються, і які підуть. Hal-hazırda bu barədə danışmaq biraz korrekt olmazdı. Ona görə də biz bu mövzuya sabahdan başlayacağıq və baxacağıq ki, məsələn, hansı problemlərimiz var, hansı futbolçular qalır, hansılar qalmır və onlarla da söhbətlər aparılacaqdır. Ось така буде відповідь. Yəni cavab bu cürdür. Sizə verəcəyim cavab belədir. İlk olaraq qələbə münasibətini təbrik edirik. Sualım Emil Balayevlə bağlıdır. Oyundan öncə də Neftçi komandasından 4 futbolçu və təbii ki, Emil Balayev milli komandaya dəvət aldı uzun müddətdən sonra. Hətta bu siyahını 5 eləyə bilərik, çünki Rıza Cəfərov da qayıdacaq komandaya. Emil Balayevin həm bu oyuna qədər göstərdiyi, o biri qarşılaşmalarda göstərdiyi performansa görə artıq sanki yeni mövsümdən etibarən komandanın əsas bir nömrəsi kimi onu görə bilərik, yoxsa yox? Дивіться, я перш за все вітаю Еміля з тим, що він провів дуже на високому рівні 5 останніх ігор. Mən birinci növbədə ondan başlayım ki, Emini təbrik edirəm ki, bu son 5 oyunda çox yüksək oyun performansı göstəribdir. Є для нього нагорода, це виклик національної збірної Азербайджану. Hətta bunun üçün o belə bir mükafat da, yəni belə bir mükafatlandırıldı ki, o Azərbaycan millisinə belə dəvət aldı. Ми працюємо далі, він наш лідер. Biz işləməyimizə davam edirik, o bizim liderdir. Ну а сказати, буде він номер 1 чи номер 2, ну я цього не можу. Я ніколи цього не можу. Сьогодні він може бути номер 1, так як я, завтра він може номер 2 бути. Це все скаже тренувальний процес і як він себе буде почувати. Але я дуже радий, що в мене є навіть 3, може бути, воротаря, які можуть боротися за номер 1. Це Балаєв, це Піріч, це Рза.
Belə deyim sizə, hal-hazırda indi mən ona cavab versəm ki, o bir nömrə olacaq ya iki nömrə olacaq, biraz doğru olmaz. Çünki ola bilər bugün bir nömrədir, sabah iki nömrə ola bilər və başqası da o yer tuta bilər. Bütün bunların hamısına cavab əlbəttə toplanış məşqlərdə olan nəticələr onu göstərəcək, o prosesə baxıb qərar verəcək. Amma mən nə sevindirir, artıq belə o sevindirir ki, mən ciddi oyunlara çıxmaq üçün artıq bir yox, üç qapçım vardır. Yəni hamısı da yaxşı nəticə göstərən. Bu həm bildiyiniz kimi Balayevdir, Piriçdir və Rızadır. Qələbələr və Avrokubok münasibətilə təbrik edirəm mən də. Yəni özünüz vurğuladınız, inşallah sabahdan başlayacaqsınız konkret olaraq bu transfer məsələlərinə. Amma ümumiyyətlə yerli bazardan göz qoyduğunuz bir legionerlər varmı? Neftçiyə çempionatın digər komandalarından futbolçuların gəlmə ehtimalı var? Але азербайджанські футболісти. Yəni Azərbaycan futbolçularını nəzərdə tutursunuz. Bəli. Це ігрові, які грають в В Азербайджані. Різі дуже багато, є дуже непоганих футболістів, як іноземців, також і азербайджанців. Але я вам так скажу, ну я це зараз не можу вам сказати, хто мені подобається чи ні. Але у мене лежить душа до того, щоб я більше дивлюсь на азербайджанців, тому що, чесно кажучи, хочеться допомогти і збірній Азербайджана, щоб була сильніша і теж досягала результату. А якщо ці хлопці будуть грати, і чим більше їх буде грати азербайджанців, тим краще буде для національної збірної Азербайджану. Але не треба забувати про іноземців. Bəli, oynayan həm yerli klublarda oynayan həm yaxşı əcnəbilər var, həm yerli oyunçular var da, Azərbaycanlılar var. Bəlkə də indi xoşlarına gəlməz, amma mən seçim etsəm daha çox Azərbaycanlı seçərdim. Nəyə görə belə bir niyyətim var? Çünki bununla da mən eyni zamanda milli komandaya da dəstək olmaq istəyirəm ki, onlar da oynasınlar, təcrübə qazansınlar və milli komandanın uğurlarına da töhfələrini versinlər. Və nə qədər belə çox oyuncular olarsa, bu da milli üçün də çox yaxşıdır. Amma eyni zamanda yenə də qeyd etmək istəyirəm ki, bəli, Azərbaycanda olan bəzi əcnəbi oyuncular da var ki, diqqət çəkəndir. Тим більше я хочу, щоб якщо є на позиції азербайджанець і іноземець, то іноземець, якщо він грає, він повинен бути на голову вище. Yəni belə deyim, əgər eyni bir mövqe üçün həm Azərbaycanlı, həm də əcnəbi bir namizəd varsa, əcnəbi namizədin o yeri tutması üçün o Azərbaycanlıdan biraz da yuxarıda olmalıdır ki, onu götürə bilsin. Bərabər yox. Якщо вони рівні, ну Yəni bərabərdirsə seçimim aydındır. сенс для того, щоб брати цього. Yəni artıq əlbəttə mənası Найкраще yoxdur. грає свій Азербайджан. Niyə mənası nədir gedib mən xarici ilə oynayım? Ən yaxşısı qoy özümüzünki Azərbaycanlı oynasın. Sualım nə ilə bağlıdır? Demək, təbii ki, Avrokuboka vəsəqə qazanmaq çox yaxşıdır, amma vaxt az olacaq hazırlaşmağa. Çünki əgər vəsəqə qazanmasaydı, komanda pis idi, amma vaxt uzun olacaqdı, rahat heyəti yığmaq olardı. İndiki halda amma heyətdə köklü dəyişiklik edə bilməyəcək, çünki vaxt çox azdır. Varsa problem yarada bilər vaxtdan azlığı. Avrokuboka daha yaxşı hazırlaşmaq üçün və növbəti mövsümə daha yaxşı hazırlaşmaq üçün. Я думаю, не тільки для нас може зробити проблему оцей маленький час, який у нас є. Mən düşünürəm ki, bu vaxtın az olmağı təkcə bizim üçün problem deyil. Тому будемо робити все для того, щоб не було проблем. Ona görə də əlimizdən gələn eləyəcək ki, problem olmasın əlimizdən gələn. Якщо вони будуть, щоб їх було як можливо менше. Və yaxud da ən azından heç olsa problemlər maksimum az olsun. Треба з хлопцями говорити і вичавлювати з них по максимуму, що вони можуть на сьогоднішній день. Ona görə də həm də eyni zamanda paralel olaraq da uşaqlarla da danışmaq, oyuncularla danışmaq lazımdır ki, onlardan da maksimum belə necə deyirlər, o sokunu çıxartmaq. So не буде радикальной зміни, потому что радикальной зміни це не буде, потому что у вас мало часу. Це мені важко сказати. Çətindir mənə З demək. кожним футболістом потрібно розмовляти, вести перемовини. Ne demək çətindir? Ви Çünki знаєте, у кожного футболіста свої бажання і забаганки, тому тут важко сказати. Може бути все, що хочеш. Я готовий до всього. Як до плану А, так до плану Б, так до плану В. belə deyim də, hər oyunçu individualdır da, fərdidir. Hərəsinin öz istəkləri var, öz arzuları var.
Yəni ona görə də bilmək olmur indi nə olacaq. Mən belə deyim, mən hər şeyə hazıram. Hər cür varianta hazıram. A variantı da olsa olacaq, B variantı da, V variantı da. Fərq etməz. İlk öncə təşəkkür edirəm az əvvəl yerli futbolçular barədə fikirlərinə görə, yalnız Neftçini yox, milli komandanı Azərbaycan futbolunda düşündüyünə görə, çünki belə bir məcburiyyəti yoxdur, burada çalışır bir əcnəbidir. Və əvəz deyil ki, həm azarkeşlərə, həm də mediaya qarşı kənardakı göstərdiyi münasibətə görə artıq bir rəğbət qazanıb qısa müddətdə. Və azarkeşlərdən də bir çağırış var ki, Verindupla uzun müddətli bir layihə qurulsun Neftçidə. O özü buna hazırdırmı, belə bir çağırışa? Я вам дякую за гарні слова. Gözəl sözləriniz üçün təşəkkür edirəm. Але скажу так, ну, в мене ще рік є, а там життя покаже. Воно ж сьогодні так, у тренера дуже важка робота. Сьогодні він на коні, а завтра може вже і розпрощатися. Тому буду робити все для того, щоб робити тут як можливо більше. Ну і якщо запропонують, будемо розмовляти, будемо думати, чому ні. Мені дуже подобається Азербайджан як країна, дуже класні люди, відкриті, щирі, гостеприємні. Тому мене все влаштовує. Belə deyim, əslində ən azından bir ilim var. Yəni bu bir il ərzində əlimdən gələni etməyə çalışacağam. Amma trener işi, məşqçi işi biraz çox çətin işdir. Bugün sən atın üstündəsən, sabah atdan düşə də bilərsən. Yəni indi o nəticələr göz qabağında olacaq. Belə biz də əlimizdən gələni edəcəyikdə görə indi son nəticələrimiz nə olur. Amma əgər elə bir təklif olarsa, bu barədə əlbəttə düşünərəm və danışaram da. Niyə görə? Çünki mən həm Azərbaycanı, həm onun xalqını, buradakı insanları səmimiliyinə görə, qonaqpərvərliyinə görə, ürək açıqlığına görə və s. çox sevirəm və mən burada bugün olmaqdan məmnunam və bu şəraitdə məni məmnun edir. Yəni fikrim budur bununla bağlı. Maraqlısı odur ki, Ukraynada bir klubda uzun müddət çalışmaq təcrübəsi olduğu halda ölkə xaricində uğurlu olsa belə uzun müddət qalmayıb. Bu bir təsadüfdür, yoxsa Ukraynaya bağlılığından irəli gəlir? Не понял, что. То, что вы там. Я зрозумів. Ну дивіться, я в Україні працював дуже великий час відстань в Металурзі Запоріжжя, є така команда. Deməli, mən ümumiyyətlə Ukraynada uzun müddət çalışmışam, xüsusilə də Zaporojdə olan Metalurg komandasında belə bir komanda var. Пройшов всі етапи, і перша команда, і дубль, і Ю-19, і академія також там працював. 19. Ha, okay. Deməli, bütün mərhələləri keçmişəm də. Həm birinci komanda, həm dubl, həm U19, həm akademiya. Hər birindən keçmişəm. Після того я дуже великий час працював у Луганську, в Зорі. Sonra Практично 9 років. 9 il ardasa Luhanskda Zorya komandasında orada çalışmışam. Ну і потім трішки попрацював в Білорусі Sonra biraz Belarusda çalışdım і в Молдові. və Moldovaya. Но повернувшись 3 роки, я думаю, це не маленький час. Я працював в Кривбас, Кривий Ріг. Ми стали бронзовими призерами чемпіонату України. Deməli, sonra isə qayıdıb 2-3 il ərzində Kırbaasla, Krivoyevin komandası da onunla çalışdım. Biz Ukrayna çempionatının bürünc medalçısı olduq. Bu da kifayət qədər böyük vaxt idi. І також бронзовими призерами з Луганською Зорею. Eyni məsələ Luganskda olan kluba da aid idi. O da bürünc qazanmışdı medalı. Ну так сталося. Якщо будуть хороші проекти в Україні, але ви самі розумієте, зараз є ці проекти, але там працюють непогані тренера, тому мені приходиться шукати, мене позвали сюди, я з задоволенням прийшов. Belə deyim, Ukraynada da əlbəttə maraqlı bir layihələr olarsa, amma deyim ki, orada da kifayət qədər çoxlu məşqçilər var, güclü məşqçilər var və ona görə də mən buraya o zaman gəldim, təklif oldu, mən də qəbul elədim. Belə deyim və işimi də davam edirəm.
Belə təkliflər olarsa baxmaq olar, amma hələ bir şey deyə bilmərəm. Тим більше я прийшов, і не боюсь цього слова, великий клуб Нефтчі. Özdəki mən necə deyim, qorxmadan bu sözü deyim ki, mən Neftçi kimi böyük bir kluba gəldim. Умови гарні, Şərtlər, залишилося тільки працюй, і все буде добре. şərtlər əladır, qalıb bir dənə işləmək, hər şey yaxşı olacaq.